Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlərimiz. 6-cı siniflərin monitorinq imtahanına dəstək üçün onlayn tərtib olunmuş mövzu sınağı 2-nin izahlarına baxırıq. Deməli, suallarımız belədir ki, 1-ci 6A sinifində 12 qız, 9 oğlan təhsil alır. Deməli, oğlanların sayının ümumi şagirdlərin sayına olan nisbətini hesablamalıyıq. Oğlanlar 9-dur, sinifin ümumi sayı isə 9 plus 12, 21-dir. Ekvivalent ifadə ilə əvəz etsək, hər birini 3-ə bölürük, 3 bölünsün 7 alınır. Doğru cavabımız A variantı. Növbəti sualımız. 6 işçi bir işi 9 günə görür. 27 işçi neçə günə görər sualı verirsə, demək ki, işçilərin sayı artdıqda görüləcək günlərin sayı azalır. Bu o demək ki, bu ifadə tərs mütənasibdir və tərs mütənasib qaydasına görə qarşı-qarşıya vurub bərabər yazmalıyıq. X-in qiymətini hesablayarkən 6, 9, 54, 27-yə bölürük. Doğru cavabımız 2-dir. Deməli, C variantı. Növbəti sualımız. Arazın 12, bacısının 13 yaşı var. Yəni 12, bir də 13. Deyir ki, 75 manat pulu öz aralarında yaşlarına uyğun mütənasib hissələrə böldülər. Cəmi 75 eləməlidir. 12x plus 13x bərabər 75. Sonra toplasaq 25x bərabər 75 olur. X-in qiyməti 3-ə bərabər olur. Bizdən istədiyi nədir? Arazın pulu bacısının pulundan neçə manat az oldu? Arazın pulu 3 vur 12, 36 manat eləyir. Deməli, bacısının pulu isə 13 vur 3, 39 manat eləyir. Nə qədər az oldu deyirsə, 39-dan 36-nı çıxmaq lazımdır. Doğru cavab 3 alınır. B variantı. Növbəti. 50 ədədinin 42%-ni tapın deyir. 50-ni 42-yə vurub 100-ə bölmək lazımdır. 100 ilə 50-ni 50-yə ixtisar aparsaq, aşağıda 2 qalır. 42-ni 2-yə bölündə doğru cavab 21-dir. D variantı. 40%-i 56 olan ədədi tapın deyirsə, 56-nı 100-ə vurub 40-a bölmək lazımdır. Sıfırları ixtisar aparırıq. 56-nı 4-ə bölük 14 eləyir. Ona vuranda cavab 140. A variantı. A-nın qiyməti növbəti sualda mənfi modulda mənfi 8, qısaca mənfi 8-i verir. B-nin qiyməti isə mənfi, mötərizdə mənfi varsa, bu müsbət 4-ü verir. A-nın kvadratı, yəni mənfi 8-in kvadratı 64 edəcək. B-nin kubu, 4-ün də kubu 64 edir. Toplasaq, cavab 128 edir. A variantı. Hesablayın deyir, növbəti sualımızda mənfi 4-ün kvadratı. Burada mənfi kvadrata aid olmur. 4-ün kvadratı 16. Üzərinə əlavə edir. 5-i 12-yə vuranda 60 eləyəcək. Sonra minus 3 ilə 15-in cəmi 18. 6-ya bölsək 3 eləyir. Mənfiləri böldüyümüzə görə müsbət olacaq. Toplayırıq. Deməli, 60 ilə 3-ün cəmi 63. 16 çıxsaq, doğru cavab 47. C variantı. Məftilin uzunluğu 5-7 olan nisbətdə 2 hissəyə ayrıldı. Deməli, 5x, 7x. Böyük hissənin uzunluğu deyir. Yəni, 7x-in qiyməti 35-ə bərabərdir. Buradan x-in qiymətini tapırıq ki, 5-ə bərabərdir. Deməli, kiçik hissənin də uzunluğu 25 olacaq. Ümumi uzunluğu tapmaq lazımdır. 5-i 5-ə vuranda 25. Birinci hissə, 35 ikinci hissə verilir. Bunları toplasaq, doğru cavabımız 60 alınır. Bu da A variantıdır. Növbəti, tənasübdən A-nı tapın deyir. Kənar və orta ədlərin hasillərini bərabər etməliyik. 2-ni vururuq mötərizə daxilinə. 6A plus 6 olur. Bərabərdir. 15 4-ə vurduqda 60. 6-a bərabər olacaq 60-dan 6 çıxırıq 54. A-nın qiyməti 9. C variantı. Növbəti, 3 ədəd marker alan fəqan satıcıya 1 manat 35 qəpik ödədi. Deməli, 3 ədəd marker 135 qəpikdir. İndi bizdən istəyir ki, 7 ədəd alan coşqun nə qədər pul ödədi. Bu zaman 7-ni 135-ə vurub, bərabər eləyir 3-ü vuruq x-a. Bu bizə verəcək 945. X-in qiyməti isə 315 qəpik. 315 qəpik də 3 manat 15 qəpik də A variantı. Növbəti 12-də deməli ABC nisbətini 2, 5, 8 verib A-nın B-nin cəmi 21. Deməli A-nın yerinə 2x yazırıq. B-nin yerinə 5x yazırıq. Toplasaq cavab 21 olmalıdır. 7x 21. X-in qiyməti 3.
Növbəti C-nin qiymətini bizdən soruşur. 8 3-ə vurub 24 alırıq. Doğru cavabımız 24 B variantı. Növbəti sualımız doğru variantı seçindir. Deməli, 2.5-i faizə çevirəndə biz 2.5-i vurmalıyıq 100-ə, eləyir 250, yəni A variantı doğru deyil. 0,1-i deməli, faizə çevirəndə 0,1 eləyəcək 1 faiz. Növbəti, bu da yanlışdır. 0,7-ni biz faizə çevirəndə 100-ə vururuq, o da edir 70%, yəni doğru cavabımız C variantı olur. Onun üçün doğru cavabı C variantdır. Növbəti, 560 qram məhlulun tərkibi duz və su qarışığından ibarətdir. Məhlulun 85% sudan ibarət olarsa, duzun miqdarını tapın. Deməli, 100% ümumidir. Biz 100%-dən suyun faizini çıxırıq, yəni 85%, yerdə qalır 15%. 15% bizə verilən məhlulda duzun miqdarıdır. İndi bizim edəcəyimiz nədir? 560 qramın 15%-ni hesablayaq, görək duzun miqdarı nəyə bərabərdir? 560-ı vururuq 15-ə, bölürük 100-ə. Doğru cavabımız 84 qram. A variantı. Ədədi 3 dəfə artırsaq neçə faiz artmış olar? 3-dən 1 çıxaraq 100%-ə vurmaq lazımdır. Bu da bizə verəcək 200%. B variantı. Növbəti. Aşağıdakılardan hansı doğru deyil? Birinci ifadə doğrudur. Mötərizələri qruplaşdırma şəklində yazmaq mümkündür. İkincidə, deməli, mötərizələri açarsaq, daxildəki işarələr əksinə çevrilir. Bu da doğrudur. Üçüncü, yer dəyişmə qanunudur. Doğrudur. Dördüncü ifadədə A minus mötərizəni açmaq lazım idisə, içəridəki C-nin qarşısındakı müsbət mənfiyə çevrilməli idi. Ona görə yanlış olan D variantı olur. Hasili 7 olan ədədlərin cəminin kiçik qiymətini tapın. Hasili 7 olacaq ədədlər 1 ilə 7, bir də mənfi 1 ilə mənfi 7. Bunların cəminə baxsaq, 1 ilə 7-nin cəmi 8 verir. Mənfi 1 ilə mənfi 7-nin cəmi isə mənfi 8 verir. Kiçik qiymətini istədiyinə görə biz mənfi 8-i götürürük, B variantı olur. M böl N 1 böl 5 olarsa aşağıdakılardan hansı doğru deyil? Deməli, orta və kənar hədləri tənasübdə yerini dəyişsək, ifadənin qiyməti dəyişmir. A variantında orta hədlərin yerlərini dəyişib, bu doğrudur. B variantında kənar hədlərin yerini dəyişib, doğrudur. Sonra C variantında orta və kənar hədlərin hasillərini tapıb, N-i 1-ə vurub N, 5-i M-ə vurub 5-im, bu da doğrudur. D variantında isə, deməli, M ilə 1-i bölüb, 5 ilə N-i bölüb, burada çarpaz hasilləri hesablasaq, M-N bərabər 5 olmalıdır. Amma yuxarıdakı ifadədə 5M bərabər N olmalıdır. Ona görə D variantı yanlışdır. Bu ifadələrin doğru olub olmadığını yoxlamaq üçün sadəcə tənasübün əsas xassəsi, yəni çarpaz hasil və yaxud da ki, kənar və orta hədlərin hasili yoxlamalısın. Doğru verirsə, demək ki, tənasüb doğrudur. Ədədin 25%-i 35-in 20%-nə bərabər olarsa, 35-in 20%-ni hesablasaq, 35-i 20-yə vurub 100-ə bölmək lazımdır. Bu bizə 7 verir. Sonra növbəti deyir ki, ədədin 25%-i 7 olarsa, deməli biz 7-ni 100-ə vurub 25-ə bölməliyik ki, bizə verilən ədədi tapaq. 100-i 25-ə bölsək 4 eləyir, 7 4-ün 28. A variantı. Növbəti sualımız. Tofiq bir gün ərzində kitabın 42 səhifəsini oxuya bilirsə, 252 səhifəli kitabı neçə günə bitirər? Deməli, biz 252-ni bölməliyik 42-yə. Doğru cavabımız 6. B variantı. Növbəti, yarısının yarısı 20 olan ədədin 0,4 hissəsini tapın deyir. Yarısının yarısı 20 olan ədəd tapmaq üçün 20-ni bir dəfə 2-yə, bir dəfə təkrar 2-yə vuruq. Doğru cavabımız 80 edir. 80-in 0,4 hissəsini taparkən 80-i 0,4-ə vurmaq lazımdır. Bu da doğru cavab bizə verəcək. Deməli, vergül ixtisar gedir, sağa sürüşür. Doğru cavabımız 32 edir. A variantı. Növbəti.
Verilən tənasibəyə əsasən x-in qiymətini hesablamaq lazımdır. Yenə də kənar və orta ədlərin hasillərini tapırıq. 7x bərabər olacaq 12 vurulsun 49-a. X-in qiymətini hesablayarkən 49-u 7-yə bölsə 7 eləyir. 12-ni 7-yə vuranda 84. Doğru cavabımız 84 olur. Növbəti, satıcı 20 ədəd kitabın 70%-ni 40 manata, qalanını 70%-ni 40 manata satıbsa, deməli yerdə 30% qalır. 100-dən 70 çıxır, 30% qalır. 30%-ni 60 manata satdı. 30%-ni 60 manata. 20 kitabın 30%-ni hesablayarkən sıfırlar ixtisar gedir. Cavab 6 kitab edir. 6 kitabı 60 manata satıbsa, 6 kitab 60 manata satılıbsa, bizdən istədiyi satılan kitabın hər biri neçə manatdır? Bir kitab neçə manat olacaq? Onu tapmalıyıq. 60-ı 6-ya bölürük. Bir kitabın qiymətini tapırıq ki, 10 manat olur. Növbəti sual. 0,2 hissəsi 24 olan ədədi tapın. Deməli, biz 24-ü 0,2-yə bölməliyik. Bölərkən vergülər bir və sağa sürüşdürürük. Yəni, sürət məxrəci 10-a vururuq. 242-yə bölündü. Doğru cavabımız 120 edir. Yerdən hündürlüyü 5,4 metr olan şam ağacının yanında özündən 6 dəfə kiçik eyni ağac əkildi. 5,4-ü 6-ya bölək 0,9 metr. Yeni əkilən ağacın hündürlüyü elə 0,9 metr olur. Düz bucağın daxilindən keçən şua onu dərəcə ölçüləri 5-4 nisbətində 2 bucağa ayırarsa. Düz bucağın dərəcə ölçüsü 90 dərəcədir. 5-4 nisbətində bölürsə 5x plus 4x yazırıq. Bərabər 90 dərəcə. 9x 90 dərəcə. X-in qiyməti 10 dərəcə. Bizdən istədiyi kiçik bucağın dərəcə ölçüsünü tapın deyir. 4-ü vururuq. Ona doğru cavabımız 40 dərəcə. Hər birinizə uğurlar deyirik. Uşaqlar, deməli, WhatsApp qrupuna qoşularaq ödənişsiz sınavlardan yararlanmaq istəyən olarsa, şərh bölməsində qeyd olunacaq WhatsApp qrupunun linkinə daxil olaraq iştirak edə bilər. Həm sınavlarda iştirak edə bilərsiniz, həm əlavə olaraq kitablardan, hazır olan kitablardan, yəni nəşriyyatların kitablarından da orada suallardan istifadə olunur, şagirdlər yazırlar. Həmçinin əlavə olaraq da gördüyünüz kimi hər bir sınavın nəticəsində video izahlarla təmin olunacaqsınız. Uğurlar deyirəm, inşallah növbəti sınavlarımızda görüşənədək.